Hazırda biz Səməd Vurğun küçəsində yerləşən Azərpoçtun filialı qarşısındayıq. Səməd Vurğun Azərbaycan poeziyasının banilərindən biridir. Vətənin nəfəsini poeziyaya hopdurmuş böyük duha. Səməd Vurğun 1906-cı ildə Qazaxda dünyaya göz açmışdır. Onun poeziyası Azərbaycan dilinin özüdür. İlk dəfə xalq dilini poeziyaya gətirən məhz odur. Azərbaycan dili məhz Səməd Vurğundan sonra yeni mərhələyə qalxır. Səməd Vurğun şair, dramaturq, ictimai xadim kimi Azərbaycan mədəniyyətinə böyük töhfə vermişdir. Onun Vaqif, Fərhad və Şirin, Ay Gün kimi əsərləri xalqın mənəvi sərvətinə çevrilib. Vurğunun dili sadə, lakin dərin idi, elə özü kimi. Səməd Vurğun poeziyası insanı düşündürür, ürəyini döyündürür. Bu küçədən keçən insanlar həmişə sanki onun adıyla nəfəs alırlar. Vətənpərvərlikləri sanki Səməd Vurğun kimi biraz da artır. Bir dön bizim Bakıya bak, sahilləri çıraq-çıraq, buruqları haykıraraq nərə salır boz çöllərə, işıqlanır hər dağ dərə.